Sizcə gün ərzində uşaq nə qədər şəkər qəbul etməlidir? Mən doktor Günay, mütəxəssis pediatr, bu haqda sizə məlumat verəcəm. 1 yaşdan 2 yaşa qədər uşaq üçün gündəlik şəkər norması 13 qrama bərabərdir. Bu isə təxminən bir peçenya qədərdir. 2 yaşdan 4 yaşa qədər gündəlik şokolad doza 19 qramdır. Bu isə təxminən bu şokoladın 1/3 qədərdir. 6 yaşdan 10 yaşa qədər olan uşaqlar üçün isə şokolad doza 24 qramdır. Bu isə balaca bir şirin kəsmiyə və yaxud isə bu krasana bərabərdir. 10 yaşdan 18 yaşa olan uşaqlar üçün isə şokolad doza 25, maksimum 30 qramdır. Bu böyük şokoladın yarısı qədərdir. Şəkər nəinki bu göstərilən qidalarda, həmçinin kalbasada, ketçupda, eləcə də meyvədə, meyvə şirələrində də var. Bunun üçün də uşaqlar gündəlik normadan artıq şəkər qəbul etdikdə, onlarda gələcəkdə piyələnmə, arterial hipertenziya, şəkərli diabetə meyillik, dəri xəstəlikləri, allergiya, eləcə də ağız boşluğu ilə bağlı xəstəliklər və karies yaranmağa meyillik artır. Hörmətli valideynlər, bunun üçün də uşaqların gündəlik qida rasionuna nəzarət eləməlisiniz.